Bürç TV Bürç həvəskarlarına 26 sentyabr 2025-ci il üçün astroloji proqnozunu təqdim edir. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç. Vaxtı boş yerə sərf etməsəniz, çox işin öhdəsindən gələcəksiniz. Uzaq vaxta saxladığınız böyük həcmli ev işləri ilə məşğul olmalı olacaqsınız. Bəzi qoçlar faydalı bir bacarıq öyrənəcəklər, bu təkcə məişətdə deyil, işdə də işə yarayacaq. Uzun müddətli dostluğun başlanğıcı ola biləcək yeni tanışlıqlar istisna deyil. Romantik hekayələr də kifayət qədər mümkündür, amma bunun üçün birinci addımı sizin atmağınız lazım gələcək. Yaxın gələcəklə bağlı maraqlı ideyalar ağlınıza gələcək. Lakin onların hamısını məhz istədiyiniz şəkildə reallaşdırmaq mümkün olmayacaq. İstənilən məsələnin həllinə ciddi yanaşın, bu səhvlərdən və problemlərdən qoruyacaq. Maliyyə məsələlərində diqqətli olmaq xüsusilə vacib olacaq. İstəklərinizi tez həyata keçirmək üçün pul xərcləməyə tələsməyin, hər hansı böyük alış-veriş etməzdən əvvəl 2 dəfə düşünün. Gün ünsiyyət qeyri-rəsmi şəraitdə görüşlər üçün əlverişli olacaq. Sizi çoxdan tanıyan insanlar sizə dəyərli məsləhətlər verəcək və necə davranacağınızı söyləyəcəklər. Axşam səfərlər üçün münasibdir, sizi dərhal ruhlandıracaq. Nə düşündüyünüzü açıq deyin. Bugün bu yanaşma yalnız sizə fayda verəcək. Əvvəllər anlaşa bilmədiyiniz insanlar sizi yeni bir tərəfdən görəcək və dostluq etmək istəyəcəklər. Qeyri-adi tanışlıqlar da istisna deyil. Başgicəlləndirici romantik hekayə başlaya bilər. Son zamanlar çox düşündüyünüz maliyyə məsələlərini necə həll edəcəyiniz bəlli olacaq. Yeni mənbələrdən nağd maliyyə daxil olmaları da yerinə düşəcək. Günün ikinci yarısında uğurlu alış-veriş etmək imkanı yaranacaq. Bəzi qoçlar çoxdan arzuladıkları şeyləri əldə edə biləcəklər. Dostların və digər yaxınlarınızın məsləhətlərinə qulaq asın. Sizi yaxşı tanıyanlar bəzi vacib təfərrüatları qeyd edə, indi nəyə diqqət etməli olduğunuzu və hara getməli olduğunuzu təklif edə bilərlər. Gözlənilməz görüşlər mümkündür. Ola bilər ki, əvvəllər birlikdə işlədiyiniz insanlar sizi ziyarət etsinlər və bu sizi çox sevindirəcək. Gün maliyyə və əmlakla bağlı məsələlərin həlli üçün əlverişlidir. Bundan əlavə, dövlət qurumları ilə əlaqə saxlaya, sənədləşmə işləri ilə məşğul ola bilərsiniz. Vacib məsələləri müzakirə etməyə dəyər, bugün hətta əvvəllər məhəl qoymayanlar da sizin fikrinizi dinləyəcəklər. Son zamanlar gərgin şəkildə inkişaf edən işgüzar əlaqələr yaxşılaşacaq. Həmkarlar və rəhbərliklə fikir ayrılıqları keçmişdə qalacaq, özünüzü daha inamlı və sakit hiss edəcəksiniz. Gün şəxsi münasibətlər baxımından əlverişli olacaq. Son zamanlar darıxdığınız insanı görə biləcəksiniz. Söhbət üçün çox maraqlı mövzular olacaq və ümumi planlar yarana bilər. Gözlənilməz səfərlər çox canlı təəssüratlar verəcək. Gün məşğul və olduqca yorucu olacaq. Gözlədiyinizdən daha çox işiniz olacaq, lakin hər şey tez həll olunacaq. Yeni bir iş götürə bilərsiniz. Necə hərəkət edəcəyinizi, ilk növbədə nə edəcəyinizi və nə gözləyə biləcəyinizi anlamaq sizin üçün asan olacaq. Mümkündür ki, diqqətinizi çətin problemlərin həllinə cəmləmək üçün planlarınızı dəyişməli, bəzi xoş fəaliyyətləri təxirə salmalı olacaqsınız. Bununla belə, yaxınlarınızla ünsiyyət üçün yenə də vaxtınız olacaq. Axşam sevdiyiniz insanla görüş üçün ideal zamandır. Buğa. Önünüzdə qaçırmamağınız vacib olan cəlbedici perspektivlər açılacaq. Ancaq tələsməyin. Əvvəlcə fəaliyyət planı tərtib edin və hər addımı diqqətlə ölçüb biçin. Etibar etdiyiniz insanlarla məsləhətləşmək də pis olmaz. Həddindən artıq tələsiklik sizə zərər vura bilər. Gün köhnə dostlarla görüşlər üçün uyğundur. Bəzi buğalar onlar üçün önəmli bir insan haqqında xoş xəbər alacaqlar. Romantik münasibət qurmaq imkanı yaranacaq. Əvvəllər buraxdığınız səhvlərin nədən ibarət olduğu və onları gələcəkdə necə təkrarlamamağınız da aydınlaşacaq. Günün əvvəlində işlərinizdə bir səhv olarsa, narahat olmayın. Bu dəfə gün tamamilə bulutsuz olmayacaq, lakin ciddi problemlər də gətirməyəcək və kiçik çətinliklərin öhdəsindən tez gələcəksiniz. Sonradan uğurlu təsadüflər və xoş xəbərlər, eləcə də dərhal həyata keçirmək istədiyiniz ideyaların vaxtı gələcək. Çoxları sizə dəstək olmaq və kömək təklif etmək istəyəcək. İntuisiyanız düzgün ortaqları seçməyə kömək edəcək.
Bundan əlavə, onun məsləhətləri sayəsində əvvəllər yaxınlaşa bilmədiyiniz bir insanla münasibətinizi yaxşılığa doğru dəyişə bilərsiniz. Bu gün üçün böyük planlarınız varsa, səhər onları həyata keçirməyə dəyər. Günün ilk yarısında çox şey mükəmməl nəticələnəcək, uğurlar yeni təşəbbüsləri müşayiət edəcək. Əhvalınızı poza biləcək kiçik problemlərdən, anlaşılmazlıqlardan belə qaçmaq mümkün olacaq. Günün ikinci yarısı dincəlmək, bəzi sadə vərdişlərlə məşğul olmaq, dostlarla və digər yaxınlarınızla ünsiyyət üçün daha sakit və mükəmməl olacaq. Alış-verişə və pulla bağlı hər hansı qərara tələsməmək daha yaxşıdır. Burada səhv edə bilərsiniz, ona görə də yenidən düşünmək daha yaxşı olar. Ən vacib işlərə diqqət yetirin. Bugün çox məhsuldar olacaq, bir çox cəhətdən uğur qazanacaqsınız, çətin vəzifələri həll edəcəksiniz. Gözlənilməz kəşflər, uzaqdan gələn vacib xəbərlər olacaq. Günün ilk yarısında gərgin söhbətlər, hətta əvvəllər münasibətlərinizin asan olduğu insanlarla mübahisələr də mümkündür. Təmkininizi qoruyun, bu münaqişənin qarşısını almaq üçün kifayət edəcək. Bir az sonra mütləq ortaq dil tapacaqsınız və hətta birgə hərəkətlər barədə razılığa gələ biləcəksiniz. Yaxınlarınızla ünsiyyət çoxlu parlaq emosiyalar verəcək. Bugün sizə uzun müddət xoş münasibət bəsləyən bir insanı dəvət etmək qərarına gəlsəniz, şübhəsiz ki, peşman olmayacaqsınız. Qətiyyətlə hərəkət edin. Xırda məsələlərə diqqətinizi yayındırmasanız, bir çox işlərdə uğur qazanacaqsınız. Xoş tanışlıqlar, əvvəllər haqqında çox eşitdiyiniz insanlarla görüşlər ola bilər. İş təklifləri istisna edilmir. Bəzi buğalar çox perspektivli və cazibədar bir layihəyə diqqət yetirmək fürsəti əldə edəcəklər. Həmişəkindən daha çox narahatlıq olsa da, yaxınlarınızla ünsiyyət üçün vaxtınız olacaq. Bəzi ev işlərini birlikdə görə bilərsiniz, beləliklə onların öhdəsindən daha tez gələcəksiniz və eyni zamanda çox şeylər haqqında danışacaqsınız. Ümumi işlər əvvəllər anlaşa bilməyənləri bir araya gətirəcək. Gün yaxşı keçəcək. Çətin ki, narahatçılıq və qayğılardan qaça biləsiniz, amma ulduzlar sizin tərəfinizdə olacaq və onların dəstəyi sayəsində çox şeyə nail olacaqsınız. İşgüzar münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Həm həmkarlarınızla, həm də rəhbərliklə ortaq dil tapacaqsınız, biznes tərəfdaşları ilə birgə hərəkətlər barədə asanlıqla razılaşacaqsınız. Yaxınlarınızla xırda fikir ayrılıqları ola bilər, amma ciddi münaqişə yaranmayacaq. Gərginlikləri yumşaltmağa, hamının razı qalacağı bir həll yolu tapmağa çalışacaqsınız. Günün ikinci yarısında planlaşdırılmamış səfərlər mümkündür. Əkizlər. Səhər yaxınlarınızla xırda səbəblərə görə kiçik anlaşılmazlıqlar və fikir ayrılıqları mümkündür. Amma məyus olmayın, bu dövr uzun çəkməyəcək. Tezliklə qarşınızda yeni imkanlar açılacaq və siz onları görüb öz xeyrinizə istifadə edəcəksiniz. Bir çox əkizlər maraqlı insanlarla tanış olacaqlar, bu görüşlər uzun müddətli dostluğun başlanğıcı ola bilər. Günün ikinci yarısında gözlənilməz pul daxil olmaları istisna deyil. Sizə köhnə borc qaytarıla, unudulmuş qonorar ödənilə bilər. Yaxınlarla münasibətlər çoxlu müsbət emosiyalar bəxş edəcək. Günün başlanğıcı yeni bir işə başlamaq üçün uyğundur. Necə hərəkət edəcəyinizi dərhal anlayacaqsınız, səhv etməyəcəksiniz. Lazım olarsa, ətrafdakı insanlar kömək etməyə hazır olacaqlar. Bu dövr ünsiyyət üçün çox əlverişli olacaq. Vaxtilə dəyər verdiyiniz əlaqələri bərpa etmək, əvvəllər gərgin olan münasibətləri yumşaltmaq mümkün olacaq. Günortadan sonra yəqin ki, dincəlmək, qayğılardan qaçmaq istəyəcəksiniz və belə bir fürsət yaranacaq. Köhnə dostlarla görüş xoş olacaq, ailə tədbirləri yaxşı keçəcək. Hədiyyələr və maliyyə gəlirləri ehtimal olunur. Maraqlı və xoş bir şey edin, yaradıcı yanaşma tələb edən işlərə diqqət yetirin. Bu, sizi əhvalınızı poza biləcək xoşagəlməz düşüncələrdən və xatirələrdən yayındırmağa kömək edəcək. Gün vacib məsələlərin müzakirəsi üçün uyğun olmayacaq. Çox mübahisələr olacaq, dərhal kompromis tapmaq mümkün olmayacaq. Gün öyrənmək və öz təcrübələrini və faydalı məlumatlarını bölüşməyə hazır olan insanlarla ünsiyyət qurmaq üçün əlverişlidir. Sonradan faydalı ola biləcək hər şeyi yaxşı yadda saxlayacaqsınız. Günün ilk yarısında fikirlərinizi toparlamaq asan olmayacaq. Bu, vacib işlər üçün yaxşı vaxt deyil, vacib bir detalı görməzdən gələ bilərsiniz, bezdirici səhvlər edə bilərsiniz.
Yaxınlıqda etibarlı köməkçilərin olması yaxşıdır. Dəstək üçün sizi çoxdan tanıyan insanlara müraciət etməli, məqsədlərinizi və həyata baxışınızı bölüşməlisiniz. Günortadan sonra müsbət tendensiyaların təsiri güclənəcək, işlərin rəvan getdiyini görəcəksiniz. Əvvəllər sizi və yaxınlarınızı narahat edən məsələləri həll etmək fürsəti yaranacaq. Şanslı təsadüflər, eləcə də sizi ruhlandıracaq təkliflər ola bilər. Səhər baş verə biləcək kiçik hadisələrə, uğursuz təsadüflərə görə əsəbi olmayın. Müsbət tendensiyaların təsiri sürətlə artacaq, tezliklə hər şey yaxşı olacaq. Köhnə dostlarla görüşdən həzz almağa çalışın. Onlardan maraqlı və vacib bir şey öyrənəcəksiniz. Günün ikinci yarısı sizi sevindirəcək yeniliklər gətirəcək. Əvvəllər çox səy göstərilmiş işi uğurla tamamlaya bilərsiniz. Axşam ailə işləri, yaxınlarınızla görüşlər və ümumi planların müzakirəsi üçün münasibdir. Gün ünsiyyət qeyri-rəsmi şəraitdə görüşlər üçün əlverişlidir. İnsanlarla ünsiyyət qurmaq sizin üçün asan olacaq, yeni tanışların rəğbətini qazanmaq üçün çox cəhd etməli olmayacaqsınız. Bugün işgüzar olaraq başlayan münasibətlər sonda mehriban və ya romantik ola bilər. Evdə bəzi xoş hadisələr, ailə üzvləri ilə bağlı xoş xəbərlər, yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Günün ikinci yarısı alış-veriş üçün xüsusilə əlverişli olacaq. Romantik sürprizlər də istisna edilmir. Xərçəng. Əgər uzun zamandır həyatınızda nəyisə dəyişmək istəyirdinizsə, başlamağın tam vaxtıdır. Gün cəsarətli planların gerçəkləşdirilməsi üçün münasibdir. Qorxmayın və heç nəyi sonraya saxlamayın. Nə qədər tez hərəkətə başlasanız, nəticə bir o qədər təsirli olacaq. Amma hər şeyin zəhmətsiz alınacağını da gözləməyin, əvvəlcə yaxşıca çalışmaq lazım gələcək. İntuisiyanıza qulaq asın, doğru yolu ən dəqiq o göstərəcək. Yaxınlarınızın niyyətləri nə qədər xoş olsa da, məsləhətləri yəqin ki, faydasız olacaq. Günə bəzi çətin və yorucu işlərlə başlamayın. Çox güman ki, düşüncələrinizi toparlamaq və düzgün şəkildə köklənmək üçün biraz vaxt lazımdır. Vacib məsələlərin müzakirəsini təxirə salmaq da yaxşıdır. Axşama doğru başqaları ilə ortaq dil tapmaq daha asan olacaq. Günorta yaxşı xəbərlər alacaqsınız. Bəzi xərçənglər köhnə planları dəyişməyin vaxtı çatdığını anlayacaq və böyük həvəslə yeni planlar qurmağa başlayacaqlar. Fikirləriniz əvvəllər onları qiymətləndirə bilməyən insanların diqqətini cəlb edəcək. Çətin işlərlə məşğul olun. Əvvəllər demək olar ki, qeyri-mümkün görünən işlərin öhdəsindən gəlmək şansınız olacaq. Bugün verəcəyiniz qərarlar sadə və təsirli olacaq. Onların sayəsində köhnə düşmənləri tərk-silah edəcək və yeni dostlar tapacaqsınız. Gün açıq hava fəaliyyəti, eləcə də səfərlər üçün idealdır. Vəziyyəti dəyişmək fürsətindən məmnun qalacaqsınız. Bundan əlavə, gözəl yerləri ziyarət etmək şansınız olacaq. Buna görə də sevinç üçün səbəblər bol olacaq. Ola bilsin ki, yaxınlarınız sizinlə yoldaşlıq etmək istəsinlər. Yaxşı vaxt keçirəcəksiniz. Görüləsi işlər çox olacaq, ancaq təlaş və çaşqınlıqdan qaça biləcəksiniz. Xırda detallara diqqət yetirməniz sayəsində xırda səhvlərə belə yol verməyəcəksiniz. Bir çoxları bəzi köhnə səhvləri düzəltmək şansı əldə edəcəklər. Uzun-uzadı söhbətlərə, boş mübahisələrə vaxt itirməyəcəksiniz, iddianızı sözlə deyil, əməlinizlə sübut etməyə üstünlük verəcəksiniz. Bu sizə yeni müttəfiqlər tapmağa imkan verəcək. Gün şəxsi münasibətlər baxımından əlverişli olacaq. Burada intuisiyanıza arxalana bilərsiniz. Sevdiklərinizin düşüncəsində nə olduğunu, nə xəyal etdiklərini və sizdən nə gözlədiklərini təxmin etməyi bacaracaqsınız. Bugün başqaları ilə ünsiyyət qurmaq xüsusilə asan olacaq. Bu imkan yaxınlarda sizi narahat edən problemləri həll etmək üçün istifadə edilməlidir. Köməkçilərə ehtiyacınız olduqda asanlıqla tapa bilərsiniz və hətta son vaxtlar rəqabət aparan insanlar da sizə qarşı daha yaxşı rəftar edəcəklər. İş və bizneslə bağlı maraqlı təkliflər ola bilər. Nə etsəniz də tələsməməyə çalışın. Bugün öhdəsindən gəlməli olduğunuz bir çox işlər ilk baxışda kiçik görünəcək. Ancaq biraz sonra onların həqiqətən nə qədər vacib olduğu hər kəsə aydın olacaq. Gün sizi parlaq emosiyalar, xoş sürprizlərlə sevindirəcək. İşgüzar nöqteyi nəzərdən fövqəladə uğurlu olacağını söyləmək olmaz, lakin siz əla vaxt keçirəcəksiniz.
Köhnə tanışlar sizi ziyarətə gələ bilərlər, onlarla söhbət etməkdən məmnun olacaqsınız. Söhbət üçün çox maraqlı mövzular var, günün ikinci yarısında yeni planlar üzə çıxacaq. Onları dərhal yaxınlarınızla müzakirə etmək istəyəcəksiniz və belə bir fürsət mütləq olacaq. Səyahətlər yaxşı nəticələnəcək və onların əvvəlcədən planlaşdırılması və ya qəfildən yola çıxmağınızın fərqi yoxdur. Şiir. Planlaşdırdıqlarınıza səhərdən başlayın. Uzun müddət çıxılmaz görünən məsələlərin belə öhdəsindən gələcəksiniz. Tez hərəkət edin, artıq düşüncələrə vaxt itirməyin, ilk fikir ən doğru olacaq. Günün ikinci yarısı daha az məhsuldar keçəcək. Şərait həmişə xeyrinizə işləməyəcək. İstədiyiniz hər şeyə çatacaqsınız, amma gözlədiyinizdən daha çox səy göstərməli olacaqsınız. Axşam isə əksər şirlərə dincəlmək və güc toplamaq məsləhətdir. Özünüzü xoş və rahatladıcı məşğuliyyətlərlə məşğul edin. Günün əvvəlində soyuqqanlılığı qorumaq asan olmayacaq. Bu zaman emosional fon gərgin olacaq və istənilən xırda şey sizi narahat edə bilər. Amma tezliklə məlum olacaq ki, yaranmış problemləri həll etmək çətin deyil. Siz optimist əhval-ruhiyyəyə köklənən kimi vəziyyət sürətlə yaxşıya doğru dəyişməyə başlayacaq. Pul və əmlak məsələsində ciddi qalmaq vacibdir. Məsələn, bəzi ucuz və xırda şeylərdən söhbət getsə belə alış-verişə tələsməməlisiniz. Pul xərcləməzdən əvvəl 2 dəfə düşünün. Daha sonra qənaətcil olduğunuz üçün özünüzə təşəkkür edəcəksiniz. Gün vacib işlərlə başlamamalıdır. İlk yarısı istirahət üçün mükəmməldir və həlledici hərəkətlər üçün uyğun vaxt daha sonra gələcək. Səhər mühüm məsələləri müzakirə etməyə dəyməz, razılaşmaq çətin olacaq, fikir ayrılığı ehtimalı yüksəkdir. Bir az sonra hər şey yaxşılığa doğru dəyişəcək. Günorta yaxşı ideyalar yaranacaq. Onları dərhal həyata keçirə bilməyəcəksiniz, ancaq hər şeyi düzgün düşünməyə vaxtınız olacaq. Başqaları ilə ünsiyyət qurmaq nəzərə çarpacaq dərəcədə asanlaşacaq, həm köhnə, həm də yeni tanışlarla asanlıqla ümumi dil tapacaqsınız. Gün zəngin və ruhlandırıcı olacaq. Uğurlu təsadüflər sizin üçün yeni imkanlar açacaq. Gözlənilməz hadisələr ehtimal olunur. Bürcün bir çox nümayəndələri köhnə ideyalara qayıdacaq, bugün onları həyata keçirmək imkanı olacaq. Maliyyə məsələlərini həll edə, kiçik alışlar edə bilərsiniz. Günortadan sonra özünüzü çox da yormayın. Çox güman ki, bu zaman siz dincəlmək və özünüzü bərpa etmək istəyəcəksiniz. Bəzi şirlər son günlərdə baş verən hadisələri sakitcə düşünmək və bundan sonra nə edəcəyinə qərar vermək üçün özləri ilə tək qalmalı olacaqlar. Ənənələrdən geri çəkilməkdən, köhnə plandan imtina etməkdən və yeni bir plan hazırlamaqdan qorxmayın. Gün gözəl ideyalar gətirəcək və onların həyata keçirilməsində kömək etməyə hazır olan insanlar olacaq. İstənilən məsələ, hətta ən mürəkkəb və vacib olanlar da qeyri-rəsmi şəraitdə müzakirə oluna bilər. Bu, həm köhnə, həm də yeni tanışlarınızla dil tapmağınızı xeyli asanlaşdıracaq. Pulla ehtiyatlı olmaq lazımdır. Maliyyə məsələlərinə gəlincə, tələsik qərarlardan qaçmaq daha yaxşıdır. Əvvəldən planlaşdırılmadığı halda gün böyük alışlar üçün uyğun deyil. Gün parlaq, hadisələrlə dolu və ruhlandırıcı olacaq. Yeni vəzifələr götürmək üçün çox uyğundur. Düzgün davranmaq üçün çox səy göstərmək lazım olmayacaq. Ulduzlar sizin tərəfinizdə olacaq, bir çox cəhətdən bəxtiniz gətirəcək. Heyrətamiz təsadüflər sizi maraqlı fikirlərə sövq edəcək, qeyri-adi hadisələr sizi məmnun edəcək. Günün ilk yarısı ünsiyyət baxımından asan olmayacaq. Hətta sevdiklərinizlə də anlaşmaq çətin ola bilər. Amma zaman keçdikcə müsbət meyllərin təsiri artacaq, münasibətlərdə harmoniya bərpa olunacaq. İntuisiyanız həm köhnə tanışlarla, həm də ilk dəfə gördüyünüz insanlarla ortaq dil tapmağa kömək edəcək. Qız. İstənilən çətinliklərin öhdəsindən yaxşı gələcəksiniz. Amma hər şeyi tək başına etməyə çalışmayın. Yaxınlarınız yəqin ki, kömək təklif edəcəklər, imtina etməyin. Nəticə heç də pis olmayacaq, siz isə xeyli az güc sərf edəcəksiniz. Bir çox qızların ağlına əla ideyalar gələcək. Onları yadda saxlayın, yaxın zamanda hətta cəsarətli planları belə gerçəkləşdirmək mümkün olacaq. Ailə münasibətlərində harmoniya və qarşılıqlı anlaşma hökm sürəcək.
Günün ikinci yarısında xüsusi səbəb olmasa belə evdə kiçik bir bayram keçirmək də pis olmaz. Gün xoş xəbərlər və xoş hadisələrlə başlayacaq. Sizi şadlandıracaq, optimist əhval-ruhiyyəyə köklənməyə kömək edəcək görüş də mümkündür. Bununla belə hər şeyə real baxmaq və imkanlarınızı obyektiv qiymətləndirmək vacibdir. Unutmayın, çox şey edə bilərsiniz, ancaq tək başına həll etmək çətin olan vəzifələr var. Günün ikinci yarısı mühüm məsələlərin müzakirəsi, həmfikirlərin və müttəfiqlərin axtarışı üçün münasibdir. Yeni tanışlarla ümumi dil tapmağın, onların dəstəyini almağın nə qədər asan olduğuna təəccüblənəcəksiniz. Günün əvvəlində xırda şeylərə görə narahat olmayın. Bu zaman xırda anlaşılmazlıqlardan, uğursuz təsadüflərdən, bəzi xoşagəlməz hadisələrdən qaçmaq çətin olacaq. Ancaq vəziyyət yaxşılığa doğru dəyişəcək, buna görə də ruhdan düşməyin və sakitcə davam etməyə çalışın. Günün ikinci yarısı vacib məsələlər, ciddi söhbətlər, çox düşündüyünüz məsələlərin həlli üçün münasibdir. Yəqin ki, yaxşı xəbərlər alacaqsınız. Çox güman ki, yaxınlarınızdan kimsə gətirəcək. Axşam sevən qızları xoş sürprizlər gözləyir. Təkcə öz işinizi deyil, başqalarının işlərini də görməyə, başqalarının səhvlərini düzəltməyə hazır olun. Ola bilər ki, kiminsə köməyinə gəlmək üçün planlarınızı dəyişməli olacaqsınız. Dəstəyiniz əvvəllər sizə vacib xidmətlər göstərmiş insanlar da lazım ola bilər. Günün ilk yarısı çox məhsuldar olacaq, bir neçə vacib işi həll edəcəksiniz. Daha sonra istirahət və xoş ünsiyyət üçün uyğun olan daha sakit vaxt gələcək. Sevdiyiniz bir insanla görüş çox canlı emosiyalar verəcək. Münasibətləriniz son vaxtlar asan olmayıbsa, indi nəzərə çarpacaq dərəcədə yaxşılığa doğru dəyişə bilər. Siz keçici duyğulara qapılmamalı, düşünmədən bir şey söyləməməli və ya etməməlisiniz. Düşünülmüş qərarlar düzgün olacaq, amma tələsik verilən qərarlara görə sonradan peşman ola bilərsiniz. Bu, xüsusilə səhər saatlarında vacibdir. Tələsməkdən çəkinin və təxribatlara uymayın. Günortadan sonra müsbət tendensiyaların təsiri daha çox nəzərə çarpacaq. Sizin üçün vacib məsələ ilə bağlı xoş sürprizlər, xoş xəbərlər mümkündür. Axşam romantik görüş sizin üçün xüsusilə əziz olan insanla bir araya gəlmək üçün münasib vaxtdır. Davamlı olun və mütləq uğur qazanacaqsınız. Bu, hər şeyin öz-özünə uğurla inkişaf edəcəyi gün deyil. Məqsədə çatmaq üçün səy göstərməli olacaqsınız. Köhnə tanışlar, sınaqdan çıxmış müttəfiqlər kömək edəcəklər. Onların dəstəyi sayəsində uzun müddət alınmayan işlərin öhdəsindən gələcəksiniz. Həm işgüzar, həm də şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Bugün çoxlarını bir baxışda başa düşəcəksiniz, çətin ki, fikir ayrılıqları və mübahisələr üçün bir səbəb olsun. Axşam planlar qurmaq üçün əla vaxtdır. Əvvəllər diqqət etmədiyiniz detalları görəcəksiniz. Tərəzi. Uğurlar bir çox işlərdə üzünüzə güldəcək. Təsirli nəticələr əldə edəcəksiniz. Adi tapşırıqlara yaradıcı yanaşmaq, risk etmək və yeni yollar sınamaq üçün münasib andır. Məqsədə çatmağın düşündüyünüzdən daha asan olduğunu anlayacaqsınız. Bəzi tərəzilər uzun müddət heç kimin öhdəsindən gəlmədiyi məsələləri belə həll edəcəklər. Yaxınlara diqqət yetirmək vacibdir. Bunun üçün kifayət qədər vaxt və enerji tapacaqsınız. Onlara kömək etməklə yanaşı, ünsiyyətdən də böyük zövq alacaqsınız. Ailə münasibətləriniz daha möhkəm və etibarlı olacaq. Bugün hər hansı ideyaya diqqət yetirin. Onlar qəribə, reallıqdan uzaq görünə bilər, lakin birazdan sonra aydın olacaq ki, plan həyata keçirilə bilər və həyata keçirilməlidir. Gün öyrənmək üçün münasibdir, siz tez bir zamanda çox şeyi qavrayacaqsınız. Günün birinci yarısında müstəqil fəaliyyət göstərməyə dəyər, ikinci yarıda hər şeyə arxalana biləcəyiniz köməkçilər tapacaqsınız. Əvvəllər yola getmədiyiniz insanlara asanlıqla yanaşma tapa bilərsiniz, mübahisə etdiyiniz insanlarla barışa bilərsiniz. Bugün tanışlıqlar xüsusilə asan olacaq, ilk dəfə tanış olduğunuz insanlara dərhal bir yanaşma tapacaqsınız. Qarşılıqlı simpatiya alovlanacaq, bəlkə də dostluq və ya romantik münasibətlərin başlanğıcı olacaq. Sevdiklərinizlə vaxt keçirmək üçün də zaman olacaq, çoxlu xoş anlar yaşayacaqsınız. Çox şey sizə asan gələcək. Əvvəllər çətin görünən işlərin öhdəsindən gəlmək üçün ulduzların dəstəyindən istifadə edin.
Günün ikinci yarısı qısa səfər üçün əla vaxtdır. Əhval-ruhiyyəniz dərhal yaxşılaşacaq. Gün ünsiyyət üçün əlverişli olacaq. İstər köhnə tanışlarınızla, istərsə də bu yaxınlarda ilk dəfə tanış olduğunuz insanlarla anlaşmanız asan olacaq. Əvvəllər sizi kiçik hesab edən insanların fikirlərini dəyişməsi çox səy tələb etməyəcək. Nə qədər səhv etdiklərini anlayacaqlar. Nağd maliyyə daxil olmaları mümkündür. O cümlədən gözlənilməz mənbələrdən də gəlirləriniz ola bilər. Bəzi tərəzilər gəlirlərini necə artıracaqlarını anlayacaqlar, bəziləri isə sərfəli sözləşmələr bağlayacaqlar. Alış-verişə tələsməyin, düzgün seçim etmək üçün sizə biraz vaxt lazımdır. Yaradıcı olun, bir çox vacib məsələlərin həllinə kömək edəcək. Təsdiqlənmiş metodların təsirli olacağı ehtimalı azdır, ancaq tamamilə yeni bir şey, məqsədə ən qısa yolu tapmaq şansınız var, ideyalarınız yeni tanışların xoşuna gələcək. Səmərəli əməkdaşlığın, dostluq və ya romantik münasibətlərin başlanğıcı istisna deyil. Bəzi kiçik çətinliklər, anlaşılmazlıqlar ola bilər ki, buna görə də hər hansı bir iş gözlədiyinizdən daha çox diqqət tələb edəcək. Ancaq hər şeyin öhdəsindən gəlmək olar. Sadəcə israrlı olun və işi yarı yolda buraxmayın. İşgüzar baxımdan bugün çox uğurlu olacaq. Əvvəllər mümkün olmayan işlərin öhdəsindən gələcək, peşəkar mövqelərinizi möhkəmləndirə biləcəksiniz. Nağd maliyyə daxil olmaları, o cümlədən gözlənilməz mənbələrdən hədiyyələr ola bilər. Bugün siz başqalarına qarşı xüsusilə diqqətli olacaqsınız və bu, hətta əvvəllər ortaq dil tapa bilmədiyiniz insanlarla da anlaşmanıza kömək edəcək. Hətta son vaxtlar sizinlə rəqabət aparan insanlar da sizinlə dostluq etmək istəyəcəklər. Qeyri-adi və həyəcanlı romantik hekayənin başlanğıcı istisna edilmir. Əqrəb. Heç bir çətinlik sizi qorxutmayacaq. Şərait ideal olmasa belə hər cür maneəni uğurla aşacaqsınız. Perspektivli ola biləcək yeni ideyalar yaranacaq. Tələsməyin, amma vacib işləri də sonraya saxlamayın. Günün ortası yaxın insanlarla ciddi söhbətlər üçün münasibdir. Sizi narahat edən məsələləri müzakirə edə, kompromis həllər tapa və köhnə ziddiyyətlərin bir qismini aydınlaşdıra biləcəksiniz. Münasibətdə olan əqrəbləri romantik sürprizlər gözləyir. Axşam qeyri-adi mühitdə görüş üçün də uyğundur. Gün kifayət qədər gərgin keçəcək, lakin əhvalınızı korlamayacaq. Onun gətirəcəyi hadisələr maraqlı və zövqlü olacaq. Bəzi əqrəblər planlaşdırılan işləri hələlik təxirə sala və tamamilə yeni bir işə fokuslana biləcəklər. Bir çox cəhətdən şanslı olacaqsınız. Planlaşdırılmamış səfərlər yaxşı nəticə verəcək, spontan alışlar uğurlu olacaq. Ailə məsələlərinə diqqət yetirməyə dəyər. Qohumları ziyarətə dəvət edə, yaxınlarınız üçün kiçik bir məclis təşkil edə bilərsiniz. Sizə əziz olanları razı salmağın yolunu mütləq tapacaqsınız. Xırda şeylərə vaxt itirməyin, həqiqətən vacib bir işə yönəlin. Bugün öhdəsindən gələ bilməyəcəyiniz problemlər çətin ki olsun, ancaq sizin üçün qeyri-adi, cəsarətli və çox vacib bir ideyanı həyata keçirmək şansı olacaq. Yaxınlarınız sizə kömək etməkdən məmnun olacaqlar. Onların dəstəyi sayəsində işiniz asanlaşacaq. Gün başqaları ilə planları müzakirə etmək, yaxın və uzaq gələcək haqqında danışmaq üçün münasibdir. Əvvəllər qazandığınız qələbələr haqqında danışmaqdan çəkinməyin. Çoxları onlar haqqında bilməkdən şad olacaqlar. Gün asan olmayacaq, amma şübhəsiz ki, bütün çətinliklərin öhdəsindən mükəmməl gələcəksiniz. Aşa bilməyəcəyiniz maneələr olmayacaq. Çətin anlarda dəstək üçün köhnə dostlara müraciət edə bilərsiniz. Onlar necə hərəkət etməli olduğunuzu izah edəcəklər. Günün ilk yarısı yeni iş və mühüm məsələlərin həlli üçün münasibdir. İkincisi, cari, gündəlik işlərə diqqət yetirməli olacaqsınız. Axşam yaxınlarınızdan biri ilə bağlı gözlənilməz xəbərlər vəd edilir. Xəbər nəinki sizi sevindirəcək, həm də necə davam edəcəyinizi sizə xəbər verəcək. Vacib işlərə diqqət yetirin. Bugün xırda məsələlərə diqqətinizi yayındırmasanız, çox şeyə vaxtınız olacaq. Uzun söhbətlərdən qaçın, hələ və ya artıq əhəmiyyət kəsb etməyən işləri müzakirə etməyin. Öyrənmək asan olacaq, siz tez bir zamanda hər şeyə diqqət yetirəcəksiniz, ən yaxşı şəkildə necə davranacağınızı anlayacaqsınız. Sürprizlərə hazır olun, xüsusilə bugün onların sayı çox olacaq. Planlar çox güman ki dəyişdirilməli olacaq, amma bu hətta sizi sevindirəcək.
Günorta gözlənilməz mənbələrdən nağd maliyyə daxil olmaları, hədiyyələr və yaxşı sövdələşmələr vəd edilir. Gün gərgin, hadisələrlə zəngin və çox maraqlı olacaq. Qeyri-adi tanışlıqlar, heyrətamiz görüşlər ehtimal olunur. Bəzi əqrəblər əvvəllər haqqında çoxlu maraqlı söhbətlər eşitdikləri insanlarla danışmaq imkanı əldə edəcəklər. Faydalı məlumatlar əldə edən başqalarından əvvəl vacib bir şeyi öyrənə biləcəksiniz. Unutmayın ki, bütün ən ciddi və çətin işlər günün ilk yarısı üçün planlaşdırılmalıdır. Sonradan müsbət tendensiyaların təsiri bir qədər azalacaq, yorğunluq özünü hiss etdirəcək. Beləliklə, axşam saatları istirahətə və xoş ünsiyyətə həsr olunmalıdır. Ox atan. Ətrafdakılarla hər zaman asan anlaşmaq mümkün olmayacaq. Münaqişənin səbəbi olmamaq üçün maksimum nəzakət və zəriflik göstərməyiniz lazım gələcək. Yaxınlarınızın kiçik qüsurlarına ilişib qalmayın. Əgər mübahisə baş verərsə, barışığa doğru ilk addımı atmağa çalışın. Çox ox atan köhnə hobbisi ilə məşğul olmaq üçün vaxt tapacaq və bu, böyük sevinc gətirəcək. Yeni bilik və bacarıqları mənimsəmək də uğurlu alınacaq. Bugün öyrəndikləriniz yaxın vaxtda mütləq faydalı olacaq. Günün ilk yarısından maksimum yararlanın. Bu zaman diqqətinizi bəzi vacib işlərə yönəltsəniz, nəzərə çarpacaq uğur qazanacaqsınız, səylərinizin bəhrəsindən razı qalacaqsınız. Köhnə tanışları ziyarət edin, köhnə əlaqələri bərpa etmək faydalı olacaq. Maraqlıdır ki, qeyri-rəsmi söhbətlərdə kifayət qədər ciddi və çox cəlbedici işgüzar təkliflər səslənə bilər. Daha sonra istirahət etmək üçün uyğun vaxt gələcək. Gündəlik qayğılardan qaçmaq, həqiqətən bəyəndiyiniz bəzi yerləri ziyarət etmək imkanı olacaq. Əhvalınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq, özünüzü daha şən hiss edəcəksiniz. Planlaşdırdığınız hər şeyi, hətta daha çoxunu etməyə vaxtınız olacaq. Vəziyyət uğurla inkişaf edəcək, yeni ideyaların həyata keçirilməsində problem olmayacaq. Köhnə tanışların məsləhətlərini dinləməyə dəyər, onlar sizə qeyri-adi bir vəziyyətdə düzgün qərar verməyə kömək edəcəklər. Gün ünsiyyət üçün əlverişli olacaq. Mübahisələr keçmişdə qalacaq. Əvvəllər yola getmədiyiniz insanlar yaxınlaşma yolunda addım atacaq, münasibətləri yaxşılaşdırmaq istəyəcəklər. Son vaxtlar həqiqətən darıxdığınız insanlarla görüşə bilərsiniz. Tələsməyin. Qarşıya qoyulan məqsədlərə tez nail olmaq mümkün olmayacaq, çətinliklər heç gözləmədiyiniz yerdə də yarana bilər. İşlər plana uyğun getməsə, ruhdan düşməyin. Sizə improvizasiya etmək, tez qərar vermək, uzun düşünməyə vaxt olmayan yerdə intuisiyanıza güvənmək bacarığı lazımdır. Başqaları üçün xüsusilə cəlbedici olacaqsınız, çoxları sizi daha yaxından tanımaq, dostluq etmək istəyəcək. Romantik münasibətlərin başlanğıcı da mümkündür. Onlar sürətlə inkişaf edəcək və bu, sizi sevindirəcək. Əzm və qətiyyət bugün xüsusi əhəmiyyət kəsb edəcək. Məhz bu keyfiyyətlər sayəsində başqalarının uğursuz olduqları məsələlərdə yaxşı nəticəyə nail olacaqsınız. Faydalı tanışlıqlar mümkündür. Dəstəyi çox faydalı olacaq insanlarla görüşlər gözlənilir. Ola bilsin ki, keçmiş biznes tərəfdaşlarınız və həmkarlarınız ziyarətə gəlsinlər. Onlar mütləq maraqlı bir şey təklif edəcəklər. Gün maliyyə məsələlərinin həlli, eləcə də dövlət qurumları ilə əlaqə üçün münasibdir. Sənədləşmə ilə bağlı heç bir problem olmayacaq, gözlənildiyindən xeyli tez alınacaq. Tələsməyə dəyər. Günün başlanğıcı uğurlu olacaq, yeni bir iş götürmək üçün əlverişlidir. Əvvəllər həyata keçirilməsi mümkün olmayan bəzi köhnə fikirlərə qayıtmaq da faydalı olacaq. İndi hər şeyin yoluna düşməsi mümkündür. Kömək üçün etibarlı ortaqlara müraciət edə bilərsiniz, onlar sizin tərəfinizdə olacaqlar. Günün ikinci yarısı da yaxşı keçəcək, lakin gündəlik işlər və cari problemlərin həlli üçün daha münasibdir. Uzaqdan xoş xəbərlər ola bilər, bəziləri qeyri-adi olacaq. Cəlbedici təkliflər almağınız mümkündür. Oğlaq. Ətrafdakıların sizin haqqınızda nə düşündüyünə görə narahat olmayın. Öz işlərinizlə məşğul olun, prioritetləri düzgün qurun və az tanıdığınız insanların fikrini həddindən artıq önəmli saymayın. Başqalarının məsləhətləri yəqin ki, sizin üçün faydalı olmayacaq, onları dinləmək olar, amma mütləq əməl etməyə gərək yoxdur.
Yaxınlarla münasibətlər isti və dəstəkləyici olacaq. Hətta çətin məsələlərdə belə ortaq dil tapmaq asanlaşacaq. Mübahisə üçün heç bir səbəb yaranmayacaq. Əksər oğlaqlara pulla davranışda ehtiyatlı olmaq məsləhətdir, düşünülməmiş alış-verişlər etməyin. Bəzi ciddi məsələlər haqqında düşünmək üçün yaxşı gündür, əvvəllər yaranmış problemləri həll etməyə çalışın. Şübhəsiz ki, köhnə səhvləri düzəltməyin, demək olar ki, ümidsiz görünən vəziyyəti yaxşılığa doğru dəyişdirməyin bir yolunu tapacaqsınız. Sözləriniz və hərəkətləriniz başqalarını xoş anlamda təəccübləndirəcək, onlarda güclü təəssürat yaradacaq. Əvvəllər ortaq dil tapmadığınız bir insan dostluq etmək, münasibət qurmaq istəyəcək. İntuisiyanız sizə ona doğru addım atıb atmayacağınızı söyləyəcək. Bugün vacib qərarlar verməkdə tələsməyəcəksiniz və yəqin ki, sonradan buna görə özünüzdən razı qalacaqsınız. Bugün üzərinizə götürdüyünüz hər işə ciddi yanaşmağa çalışın, bu sizə tez bir zamanda uğur qazanmağa imkan verəcək. Kiçik detallara diqqət yetirmək gərgin anlardan və xoşagəlməz sürprizlərdən qaçmağa kömək edəcək. Unutmayın ki, ən vacib işlər diqqət tələb edir və onları başqasına həvalə etməmək daha yaxşıdır. Gün həm də yaxşı əhatədə istirahət etmək, köhnə dostları görmək, köhnə əlaqələri bərpa etmək üçün əlverişlidir. Hətta əvvəllər ünsiyyətdən qaçan və əlaqə qurmaq istəməyənlər də sizinlə söhbət etməkdən məmnun olacaqlar. Günün əvvəlində işlər plana uyğun getməsə, narahat olmayın. Bu, həqiqətən də asan vaxt deyil, lakin müsbət tendensiyaların təsiri sürətlə artacaq, vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Alış-verişə tələsməmək daha yaxşıdır. Maliyyə məsələlərində ehtiyatlı olmaq səhvlərdən qoruyacaq. Günün ikinci yarısı sizi yeni kəşflər və xoş xəbərlərlə sevindirəcək. Bu zaman faydalı tanışlıqlar da mümkündür. Bəzi oğlaqlar tezliklə birlikdə hansısa mühüm iş görəcəkləri insanlarla görüşəcək və biraz sonra dostlaşacaqlar. Vaxtınızı boşa keçirməməyə çalışın. Günün ilk yarısı bir çox məsələlərin həlli üçün əlverişli olacaq. Həm işgüzar, həm də şəxsi münasibətlərdə təşəbbüskar olmaq faydalıdır. Əvvəllər buraxılmış bəzi səhvləri düzəltmək imkanı yaranacaq. Günün ikinci yarısı gözlənilməz çətinliklər, bəzi xoşagəlməz sürprizlər gətirə bilər. Bütün sınaqların öhdəsindən gələcəksiniz, amma bunun üçün səy göstərməli olacaqsınız. Köhnə dostlardan kömək istəmək faydalı ola bilər. Onlar məmnuniyyətlə köməyə gələcəklər. İmprovizasiyaya hazır olun, yeni bir məşğuliyyət tapın. Bugün bəzi işlər uğursuz alınacaq. Ancaq vəziyyəti tez düzəldə, düzgün qərarlar qəbul edə biləcəksiniz. İşinizdə nəzərə çarpacaq uğurlar əldə etmək şansınız olacaq, hər şeyi düzgün edəcəksiniz. Bir vaxtlar əməkdaşlıq etdiyiniz insanlarla görüşə bilərsiniz. Onlarla ünsiyyət çox faydalı olacaq. Unutma ki, ən vacib məsələlərdə öz gücünüzə güvənməlisiniz. Ciddi problemləri həll etməkdə sizdən yaxşı heç kim yoxdur. Gün şəxsi münasibətlər baxımından çox əlverişli olacaq. Sevən oğlaqları xoş sürprizlər gözləyir. Dolça. Uğur qazanmaq şansınız böyükdür, amma bunun üçün səy göstərmək lazım gələcək. Planlaşdırdıqlarınıza səhərdən başlayın. Özünüzü pozitiv əhvala kökləyəcək və xırda uğursuzluqlarla asanlıqla baş edəcəksiniz. Etibarlılığını dəfələrlə sübut etmiş insanların dəstəyini alın, onlar mütləq kömək edəcəklər. Bir çox dolça maraqlı təkliflər alacaq və onları mümkün qədər tez qəbul etmək daha yaxşı olacaq. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. İlk addımı atmaq, təşəbbüs göstərmək üçün münasib andır. Sadəcə həddi aşmayın, həddən artıq israr heç nəyə yaramaz. Mübahisələrə və danışmağa çox vaxt sərf etməməyə çalışın. Faydalı işlərə nə qədər tez başlasanız, onların öhdəsindən gəlmək üçün bir o qədər az səy göstərəcəksiniz. Tanış problemlərin həllində çətin ki, köməyə ehtiyacınız olsun. Ancaq yeni bir iş planlaşdırırsınızsa, dəstək və ya məsləhət üçün kimə müraciət edə biləcəyinizi düşünün. Gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Heç nəyi diqqətdən qaçırmayacaqsınız və bir neçə variant arasından mütləq ən yaxşısını seçəcəksiniz. Axşam yaradıcılıq üçün uğurlu vaxtdır. Təsəvvürünüzün çılğınlaşmasına imkan verən fəaliyyətləri seçin, sizi ruhlandıracaq. Gün məşğul keçəcək, özünüz və başqaları üçün çox faydalı işlərlə məşğul olmağa vaxtınız olacaq.
Ola bilər ki, heç bir günahınız olmadan yaranmış məsələləri həll etməli olacaqsınız. Bu o demək deyil ki, asan olacaq, amma bunu tez edə bilərsiniz. Daha maraqlı fəaliyyətlər üçün də vaxtınız qalacaq. Bəzi qeyri-adi tədbirlərdə iştirak etmək, maraqlarınızı və hobbinizi bölüşən insanlarla tanış olmaq şansınız olacaq. Günün ikinci yarısı ailə işləri, bəzi məişət problemlərinin həlli üçün münasibdir. Bu müddət ərzində gözlənilməz xərclər mümkündür, lakin onların hamısı özünü doğruldacaq. Ardıcıl olun. Bugün uzun müddətli hədəflərinizə çatmaq şansınız var. Uzun müddətdir alınmayan işlərin öhdəsindən gəlmək, həmçinin çox şeyə qadir olan insanlara yanaşma tapmaq mümkün olacaq. Bugün işgüzar olaraq başlayan münasibətlər böyük ehtimalla zaman keçdikcə qeyri-rəsmi xarakter alacaq. Səhər dostların məsləhətlərinə qulaq asmaq faydalı olacaq. Ancaq ikinci yarıda başqalarının sizin məsləhətlərinizə və dəstəyinizə ehtiyacı ola bilər. Sevdiyiniz insanı ciddi səhvdən saxlamaq, çətin vəziyyətdən çıxmasına kömək etmək sizin ixtiyarınızda olacaq. Qətiyyətlə hərəkət edin. Bu, asan gün deyil, lakin çox ümidvericidir. Artıq çox səy göstərdiyiniz çətin bir tapşırığı uğurla yerinə yetirmək, mühüm iş məsələsini həll etmək şansınız olacaq. Danışıqlar yaxşı keçəcək, fikrinizi hətta əvvəllər heç maraqlanmayanlar da dinləyəcəklər. Əvvəllər yalnız rəsmi olan münasibətlər qeyri-rəsmi xarakter alacaq. Yaxınlarınızın köməyinizə və dəstəyinizə ehtiyacı ola bilər. Mümkündür ki, bəzi məişət problemlərini həll etmək üçün planlarınızı dəyişməli, şəxsi işlərinizi təxirə salmalı olacaqsınız. Yerinizdə dayanmağa hazır olun. Gün mübahisəsiz keçməyəcək və çətin ki, rəqiblərinizi haqlı olduğunuza tez inandıra biləsiniz. Çox güman ki, çox tənqidlər eşidəcəksiniz. Onlardan yalnız bir neçəsi dəqiq və faydalı olacaq. Təxribatlara boyun əyməmək və soyuqqanlılığınızı qorumaq vacibdir. Yaxınlarınızla vacib şeylər haqqında danışmaq, son zamanlar hamını narahat edən məsələləri müzakirə etmək fürsəti olacaq. Gələcək üçün planlar barədə qərar verəcəksiniz, yaxın gələcəkdə nəyə diqqət yetirməli olduğunuzu anlayacaqsınız. Balıqlar. Günün birinci yarısı uğurlu və məhsuldar olacaq. Bu vaxtdan ağılla istifadə edin, az danışın, çox işləyin, istənilən tapşırığın düzgün həll yolunu tez tapacaqsınız. Həddindən artıq düşüncələrə vaxt sərf etsəniz, yaxşı imkanları əldən verə bilərsiniz. Günün ikinci yarısını istirahətə, xoş məşğuliyyətlərə, yaxınlar və dostlarla ünsiyyətə həsr edin. Bir çox balıqlara mühit dəyişikliyi yaxşı təsir edəcək, qısa səfər və ya indiyədək getmədiyiniz yerdə gəzinti faydalı olar. Maraqlı insanlarla yeni tanışlıqlar, həmçinin çoxdan darıxdığınız biri ilə spontan görüşlər də istisna deyil. Siz keçici istək və şıltaqlıqların ardınca qaçmamalı, əyləncə xatirinə planlaşdırılan işləri təxirə salmalı, ciddiliyin vacib olduğu yerdə qeyri-ciddi davranmamalısınız. Faydalı işlərlə məşğul olmaq, çətin vəziyyətdə qalanlara kömək etmək, özünün və başqalarının problemlərini həll etmək üçün əlverişli gündür. İstirahət və xoş ünsiyyət üçün mütləq vaxtınız olacaq, amma günə bununla başlamamaq daha yaxşıdır. Axşama doğru şəxsi münasibətlər sferasında müsbət meyllərin təsiri daha güclü olacaq. Şübhəsiz ki, başqaları ilə yola getməyin asanlaşdığını və fikir ayrılığına səbəb olan səbəblərin azaldığını görəcəksiniz. Boş oturmaq istəməyən, çətin və vacib bir işi öz üzərinə götürməyə hazır olanlar üçün gün uğurlu olacaq. Tamamilə yeni bir iş götürsəniz belə ilk uğurları tez əldə etmək olar, sonra qarşınızda heç bir aşılmaz çətinliklər qalmayacaq. Həm işgüzar, həm də şəxsi münasibətlərdə təşəbbüskar olmaq faydalıdır. Bugün fikirlərinizi bölüşdüyünüz insanlar yəqin ki, onların həyata keçməsinə kömək etmək istəyəcəklər. Liderlik keyfiyyətləriniz bugün özünü xüsusilə parlaq şəkildə göstərəcək və çoxlarında silinməz təəssürat yaradacaq. Qətiyyətli şəkildə qərarlı olun. Bugün boş yerə vaxt itirməsəniz, sadə işlər üzərində çox uzun müddət düşünməsəniz, çox şey yaxşı nəticələnəcək. Səhər intuisiyanın göstərişlərini xüsusilə diqqətlə dinləməyə dəyər, bu bir çox xoşagəlməz anlardan qaçmağa kömək edəcək. Axşama doğru başqaları ilə ünsiyyət qurmaq daha asan olacaq. Əvvəl heç başa düşmədiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Son günlərə qədər sizə qarşı pis davrananlar da dostluq etməyə cəhd göstərəcəklər. Bugün ağlınıza gələn hər hansı fikir diqqətə layiq olacaq. Bəlkə də başqalarına qəribə və ya çox cəsarətli görünəcəklər, ancaq başqasının fikrinə deyil, öz intuisiyanıza etibar etməlisiniz.
Bugün qəbul edilən qərarlar karyeranızın inkişafı üçün vacib olacaq, çoxdan qoyulmuş məqsədə doğru ilk addımı atmağa imkan verəcək. Bir çox balıqlar öz hisslərini başa düşə biləcək, onlar üçün həqiqətən nəyin vacib olduğunu və nəyin lazım olmadığını başa düşəcəklər. Şübhələr və narahatlıqlar keçmişdə qalacaq, bundan sonra nə etmək lazım olduğu tamamilə aydın olacaq. İşlər plana uyğun getməsə belə israrlı olun və optimist qalın. Bugün xırda şeylərdən narahat olmasanız, bir çox işlərdə uğur qazanacaqsınız. Gözlənilməz xəbərlər sevindirəcək. Uğurlu təsadüflər sayəsində əvvəllər diqqət etmədiyiniz xırdalıqlara diqqət yetirəcəksiniz. Gün maliyyə ilə bağlı istənilən məsələnin həlli üçün münasibdir. Bu, gözlədiyinizdən daha asan olacaq. Yaxşı sövdələşmələr mümkündür. Axşam qısa səfərlər üçün əlverişli zamandır. Sizi sevdiyiniz bir insan müşayiət etsə, xüsusilə xoş olacaq.